olmaqdan bu klişedən yapışan böyük bir kütlə indiki dönemdə sadəcə olaraq hər bir postun altında özünə borc bilir ki, hər hansı bir uğursuzluğu Nərimanın adı ilə bağlasın, onu sinonim eləsin, yapışdırsın hansısa videonun postunun altına, onun üzərindən də bir 5-6 dənə like alsın. Amma yekunda hər şey bir o qədər də asan deyil, o qədər də sadə deyil. Əminəm ki, ümumiyyətlə sosial şəbəkələrdə kimisə təhqir edən insanlar bunu heç vaxt həmin insanın üzünə deyə bilməzlər. Bu ümumiyyətlə insan cılızlığından xəbər verən bir məsələlərdir. Bunu da atdığı bir kənara. Mənə elə gəlir ki, dövrün indiki məsələsində də, vəziyyətində də Nəriman haqqında bax bu tip aqressiv və atmacalı, ələ salmalı postlar paylaşan insanlar deyəsən ümumiyyətlə Qarabağın oyunlarını və Qarabağın Çempionlar Liqasındakı oyunlarını izləmirlər. Çünki Nərimanın ən azından Kopenhagendən çox çətin oyunda meydana çıxması, bir düzdür, 1-0